bu orucluq olmasaydı günah çoxsumuza həlak eləyərdi. Orucluqdur səbəb olur insanlar aqibət və xeyr olurlar. Orucluqdur səbəb olur ki, insanlar gedib imam qatili, peyğəmbər qatili olmur. Orucluqdur ki, o nəhayət tənəzzülün qabağını alır, insanı faşlaşdırır, təmizləyir. Və doğrudan da qədrini bilin bu günlərin, dəqiqələrin. Həsrətin, peşmançılığın çox çəkəcək. Axır günlərə bir qədər bu özünüzə xeyirdir. Daha çox ibadətinizi artırın, daha çox diqqət eləyin. Bir ildən sonra bilinmir nə olacaq, bir gündən sonra bilinmir nə olacaq, gələn il kimə nə qismət olacaq, nə olmayacaq, bu heç kəs heç nə bilmir. Bu barədə heç kəsin əlində bir dəqiq məlumat yoxdur. Ona görə də çalışaq ki, bugünü qənimət bilək. Bu mübarək Ramazan ayının son günlərini Allahla öz aramızda xəlvətimiz çox olsun, Allahdan çox dua eləyək, çox istəyək. Bağışlamayıbsa, yəqin ki, bağışlayıb, heç şübhə eləmirəm. Amma axır günlərində bağışlasın. Xüsusilə axır günlərdə nəzəri çox olur. Ona görə çalışın bu günlərdə hər işdə birinci olun, hər işdə öndə olun, hər işdə qabaqda olun. Çalışın ki, Allah istəyən işlərdə öndə olasınız.